Herkese salamlar. Mən ürək-damar cərrahı uzmanıyam, Nihat Süleymanzadə. Biz ürək-damar cərrahı olaraq hansı əməliyyatları icra edirik? Adından bəllidir, ürək və damar cərrahiyyəsi bölümlərinə ayrılır. Biz hal-hazırda Universal Hospitalda çalışırıq və Universal Hospital olaraq, ürək komandası olaraq, ürək cərrahiyyəsinə aid olan tibbi terminolojide adı keçən bütün cərrahi əməliyyatların hamısını icra edirik. İstər minimal invaziv yöntəmlə, istər açıq yöntəmlərlə biz bu əməliyyatları icra etməkdəyik. Biz ürək-damar cərrahı olaraq bizim buradakı komandamız beyin tabanından ta ayaq ucuna qədər, istər qarın boşluğunda, istər qollarda, istər aşağı ətraflarda, ayaqlarımızda damar harda varsa biz oradayıq. Harda damar patologiyası, cərrahi xəstəliyi varsa biz onlara yönəlik istər invaziv üsullarla, istər açıq cərrahi üsulları ilə biz bu əməliyyatları icra etməkdəyik. Örnək olaraq deyəcək olsaq, insulta səbəb olan, hansı ki insanlarımızın çoxusu bunu bilmir, yuxu arteriyalarımızda əməliyyatlar icra edirik. Qollarımızda, arteriyalarımızda və ya venalarımızda fərq etməz. Hər hansı bir cərrahi xəstəlik varsa, cərrahi olaraq onların əməliyyatlarını icra edirik. Ayaqlarımızda varikozlarımız varsa, istərsə lazerlə, istərsə radiofrekans ablasiyası ilə, istərsə yapışdırma yolu ilə və yaxud da istərsə açıq cərrahi yolla. Biz bunların əməliyyatlarının hamısını icra edirik. Və yaxud da ayaq damarlarımızda, arteriyalarımızda, ciddi şəkər xəstəliyi olan xəstələrimizdə, ayaqlarında kəsilmə qorxusu olan xəstələrimizdə, əgər arteriya problemi varsa, biz bunları invaziv üsullarla və yaxud da süni damar yerləşdirməklə, süni damar implantasiyası ilə biz bu əməliyyatların hamısını Universal Hospitalda komanda olaraq, böyük bir komanda olaraq icra etməkdəyik.